Bir mənzil düşünün ki, onun həm olduğu bina şəhərimizin sayılıb seçilən premium binalarından biridir. Həm yerləşdiyi ərazi idealdır, keyfiyyətli təmiri var, proyekti gözəldir. Yəni bunların hamısı faktlardır. Bu mənzili tərifləmək üçün sizə demirəm. Gəlib canlı baxanda özünüz də şahidi olacaqsınız. Təzə təmirli və tam hazır əşyalı bir mənzildir. Yəni aldığınız gün köçüb yaşaya bilərsiniz. Əlavə nəsə almağa ehtiyac yoxdur. Yerləşməsini deyim, yerləşir Nərimanov rayonunda. Gənclik və Nərimanov metrolarına yaxın, daha çox Nərimanov metrosuna yaxındır. Heydər Əliyev mərkəzinə də yaxındır. Həsənoğlu küçəsində yerləşir. Premium binada Whitestone Tower yaşayış kompleksi, yəni binanı tanıyanlar bilir necə binadır. Mənzil də 2 otaqlı mənzildir, qanuni 2 otaqlı mənzildir. Dediyim kimi tam əşyalı satılır, mebel, bütün məişət texnikaları hamısı qiymətə daxildir. Hamısı da tanınmış markalara məxsusdur. Dediyim kimi bunları hamısını canlı baxanda bir-bir sizə göstərəcəm, təqdim edəcəm. Keçək, başlayaq mənzilin təqdimatına. Siz videonu sona qədər izləyin. Mənzil haqqında da fikirlərinizi bizimlə bölüşün. Bura bizim giriş qapısıdır. Daxil olduqda solda belə bir böyük güzgü yerləşdirilib tavana kimi gizli işıqla. Döşəmə girişdə qranitdir, isti döşəmə ilə təchiz olunub. Burada tablomuz yerləşdirilib. Pufik giriş qapısı ilə üzbəüz bu hissədə divar içi dolap yığılıb, gəlin bunun içərisində göstərim sizə. Dərinlik də çox yaxşıdır, tam axıra kimidir. Bütün paltar, ayaqqabı əşyalarınızı rahat yerləşdirə bilərsiniz. Girişdə işıqlandırmada lüstr, spot və gizli işıqdan istifadə olunub. Yuxarıda deməli gizli profildir, kölgə profil də deyirlər. Dediyim kimi döşəmə qranitli isti döşəmə ilə təchiz olunub. Otaqların yerləşməsini deyim, bura mənzilin yataq otağıdır. Burada mətbəx, qonaq otağı, bura isə mənzilin sanitar qovşağıdır. Dediyim kimi bütün xırdalıqları hamısını nəzərinizə çatdıracağam. Elə başlayaq qonaq otağından. Dediyim kimi gözəl proyekti var. Yəni bu kvadrat üçün belə proyekt hər binada olmur. Yəni 55 kvadrat ölçüyə belə qanuni 2 otaqlı proyekt yaradılıb. Və burada nəyimiz var? 3 vitraj pəncərə görürsünüz. Pəncərələrdə deməli taxta jalüzdən istifadə olunub. Ona görə deyirəm, keyfiyyətli, bahalı təmini var. Yəni bunların qiymətini bilənlər bilir necədir. Dekor pərdələr asılıb. Qarşısı da açıqdır. Heç bir bina qarşısını kəsmir. Buradan deməli Gənclik istiqamətində baxır. Bu hissədən isə Nərimanov istiqamətində, Nərimanov metrosuna tərəf. Və burada nəyimiz var? Qonaq otağın bu hissəsində belə divarçı şkaf yığılıb. İçində güzgülərdən istifadə olunub. Bu da biraz geniş göstərməyə bildiğim xidmət eləyir. Xırda nüanslar da olan hamısını nəzərdə çatdırıram. Ora aksesuarlarınızı da yerləşdirə bilərsiniz. Kitablarınızı, yəni istəyə uyğun boşda saxlaya bilərsiniz. Kondisionerlərə kimi hamısı var, hazırdır. Qonaq otağı işıqlandırmasında lüstr və spotlardan istifadə olunub. Əlavə olaraq gizli işıqda yerləşdirilib. Dizayna uyğun tablomuz, divan, 6 nəfərlik masamız. Dediyim kimi bunlar hamısı xarici istehsaldır. Yəni bunların hamısını qeyd edirəm ki, məlumatınız olsun. Bu hissədə TV stendimiz yığılıb. Sol və aşağı hissəsi şkafdır. Böyük ekran televizorumuz da yerləşdirilib. Mebellər ümumilikdə membran materialındandır. Bura işıq da yerləşdirilib. Mənzildə istifadə olunan elektrik qutuları hamısı orijinal Panasonic'dir. Yəni bunların hamısı sizin nəzərə çatdırım. Divarlarda isə emulsiyadan istifadə olunub. Qonaq otağından bu qədər. Keçək, mən sizə göstərib mənzilin növbəti gözəl otağını, yataq otağını göstərdim bayaq. Burada yerləşir. Burada hər şey tam hazırda görürsün. Taxtımız yerləşdirilib. Arxası da mebel qaplama deyək və dekor güzgülərdən istifadə olunub. Əks tərəfdən də göstərim. Deməli, yataq otağının bu hissəsində şkaf yığılıb. 4 qapılı şüşə qapı ilə bunların da dərinliyini də göstərim. Tam axıra kimi də görürsünüz. Bunların hamısı, yəni əşya yerləşdirmək üçün problem yoxdur. Burada da yenə kondisionerimiz qoyulub. Meykapımız, aşağı hissəsi şkafdır. Burada əlavə olaraq təkli işıqdan istifadə olunub. Lüstr, spot hamısı qaydasındadır və burada da yenə
vitraj pəncərə, taxta jalüz və buradan mənzilin eyvanına çıxış var. Həm buradan, həm də deməli mətbəxdən indi oradan da göstərəcəm, eyvanı da göstərəcəm sizə. Burada yerləşir mənzilin sanitar qovşağı. Tam hazırda bütün aksesuarlarla təchiz olunub. Hamısı da keyfiyyətli aksesuarlardır. Deməli gözəl muydadırımız yığılıb, işıqlı güzgü ilə və burada təbii ki isti döşəmə ilə təchiz olunub. Divar içi unitazımız, duş kabində yığılıb. Yəni tam hazır vəziyyətdədir. Keçək, mən mətbəxi göstərim, oradan da eyvanı, sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağam. Bura deməli mənzilin mətbəxidir. Dediyim kimi qanuni 2 otaqdır. Əksər binalarda bu proyektlər 1 otaqdan 2 otağa düzəlilir. Amma burada ayrıca mətbəxi, yataq otağı, qonaq otağı. İlk öncə onu deyim ki, girişdə olan isti döşəmə burada davam etdirilib. Yeni gözəl mətbəx mebeli yığılıb, tam axıra kimidir. Şkaflar da mənə gəlir kifayət qədərdir. Bütün texnika var, qaz peçi, aspirator, soba. Dediyim kimi hamısı da tanınmış markalara məxsusdur. Soyucu bu hissədə, onun da yuxarı hissəsi şkafdır. Və buradan da keçərək mən sizə eyvanı göstərim. Sonra mənzilin məlumatını və qiymətini nəzərinizə çatdıracağam. Qeyd etdiyim kimi həm mətbəxdən, həm də yataq otağından eyvana çıxış var. Böyük eyvanı var. Görürsünüz, o hissəyə kimidir. Oradan da deməli bura yataq otağıdır və yataq otağından da çıxış var, həm də mətbəxdən. İstir-istir kombidir, hər şey quraşdırılıb hazırdır. Paltar yanına kimi hamısı qoyulub. Yəni hər bir şey tam hazır vəziyyətdə köç yaşa. Dediyim kimi qarşısı da açıqdır, görürsünüz, gözəl də panoraması var hər iki istiqamətdə və nəzər çatdım ki, mənzilin də gözəl həyəti var. Yəni bu hissədən göstərim bu. Və bundan da böyük həyət digər tərəfdədir. Görürsünüz, uşaq meydançası, hər bir şey var. Yəni bina premium binadır dediyim kimi. Yəni gəlib canlı baxanda tam olaraq həyəti də göstərəcəm sizə əks tərəfdən. O hissədə dediyim kimi daha böyükdür. Həyətində necə deyirlər, fontanı, oturmaq üçün yerlər, uşaq meydançaları, yəni hər bir şey kifayət qədərdir. Belə, mən demək olar mənzildə nə var, nə yox, hər şeyi sizin nəzər çatdırdım. Keçək məlumatlara. Dediyim kimi yerləşir Nərimanov rayonunda. Həm Gəncə, həm də Nərimanova yaxındır. Daha çox Nərimanov metrosuna piyada 3-4 dəqiqəlik maksimum məsafədədir. Whitestone Tower yaşayış kompleksindədir. Qanuni 2 otaqlı mənzildir. Binanı tanıyanlar bilir necə binadır. Yeraltı parkingi, geniş həyəti. Baxın, buradan da göstərim, görürsünüz. Deməli, hər bir şey var. Mənzil də tam əşyalı mənzildir. Necə görürsünüz, hamısı qiymətə daxildir. Ölçüsü 55 kvadratdır. Qanuni 2 otaqlı mənzildir. 14-cü mərtəbədə yerləşir və mənzilin qiyməti 309.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.